Əziz izləyicilər, hal-hazırda Tovuz rayonunun Qəhrəman kəndlərindən olan Əlibəyli kəndindəyik. Gəlmişik 44 günlük Vətən müharibəsinin ilk yol açanı qəhrəman şəhidlərindən olan Həsənov Sərxan Habiloğlu'nun ata ocağına. Gördüyünüz bura qəhrəman şəhidimizin ev muzeyidir. Allah ruhunu şad eləsin, Allah doğmalarına səbir versin. Amma bugünkü gəlişimizin əsas səbəbi Samirə anamız nənə olubdur. Göz aydın olsun. Bəli, göz aydın olsun. Nənə adın mübarək olsun Samirə ana. Allah gözü doğusu versin. Balaca Sərxanımıza da həyan gəlib, qardaş gəlib. Həqiqətən biz çox sevindik bu gəlişə. Sağlam yaşasınlar, sağlam böyüsünlər, gözəl gələcəklər olsun, xoşbəxt gələcəklər olsun. İnşallah ürəyiniz həmişə o balalardan sevinsin. Sizin ürəyiniz sevinib, üzünüz güləndə bizim də üzümüz gülür. Həqiqətən bu bizim üçün çox sevindirici xəbər oldu. Şəhid bacısıdır, başımızın tacıdır, bizə əmanətdir. Yəni çox çətinlik də olsa, bəli bugünkü gün çox şükür ki, sağ-salamatçılıqdır, balasını sağlam qucağına alıbdır. Bir daha təbriklər. İnşallah xoşbəxt gələcək olsun. Buyur gözəl ana sizdən də. Çox minnətdarlığımızı bildirirəm. Bir ana kimi, bir şəhid qəhrəmanın, igidin anası olaraq ki, siz bizi o vəziyyətdə hər dəqiqə yanımda oldunuz. Var olasınız. Bizim borcumuzdur. Hər birinizə çox sağ ol deyirəm. Allah hamımıza kömək olsun. Həqiqətən mən elə bir dar vəziyyətdə qaldım ki, Gülnazdan Allah kömək olsun, bir də Orç bəyə icra nümayəndəmizdir. Yəni məni tək buraxmadı. Dəstək oldular, bəli, çox kömək oldular. Həqiqətən. O elə bil o yerimdə bir icra nümayəndəsi yox, mənə bir qardaş, bir dayaq durdu. Həqiqətən. O sporyordu tapbağı, mənim uşağımı o vəziyyətdə Bakıya yollamağa, Gülnazın da, Orcun da var olsun. Allah hər birinizin balasına, özünüzə can sağlığı versin. Can bizim üçün, yəni, bəli, təşəkkürə ehtiyac yoxdur, borcdur. Sizlər bizə əmanətsiniz. Çox sağ olsun. Nə qədər olmasa, sizlər sağ olun, ürək. Bizim yanımızdadır, var olsun. Özü burada olmasa da ürəyimiz şəhid ailələrdir. Bəli, hər zaman ürəyi buradadır. Gələ bilmədi bəzi səbəblərdən dolayı. Çox sağ olsun, bilirəm o, yəni hər şey yox, mən də qarşıya bilmirəm hər zaman. Ancaq ürəyim şəhid ailələrlə, şəhid analarla. İnşallah o balaları sağlam böyüdün, o bizə yetərlidir. Həqiqətən bu evdən o balaların səsi gəlməyi bizim üçün bir fəxrdir. Amin, Allah razı olsun. Buyur gözəl ana. Biz də bugün Tovuz şəhid ailələri adından, Turan Birliyi adından özümüzə borc bildik ki, bugün gələk Samirə ananın yanında olaq, ona göz aydınlığı verək. Qəhrəmanımız Sərxanın bizə yadigar qoyub getdiyi bacısının gözəl nur üzlü bir körpə oğlu olub. Körpə Sərxanımıza qardaş olub, qardaş gəlib. Ayxan da adı da. Adı Ayxan, adıyla yaşasın. Ayxan bir-birinə yaraşır. O adı da Sərxan bacısının oğlunun adına qoyub. Sərxan özü körpə olsa da çox düşüncəli uşaqdır, çox dərrəkarlı uşaqdır. Allah hər ikisini boya başa çatdırsın. Allah onları Samirə anaya gözü dolu versin. Həmişə Samirə ana, Habil qardaş onların başının üstündə olsun. Tahirə bacıya da göz aydınlığı veririk ki, bugünkü günlərə çox şükürlər olsun ki, körpəni gülər üzlə qucağına aldın. Atalarını alıp büyüsün, Allah boya başa çatdırsın. Amin Bu inşallah. gözəl nur üzlü Sərxan balamızın da timsalında bütün Azərbaycan şəhidlərinin ruhu şad olsun. Amin inşallah. Onların ruhları şad olsun ki, bizlərə yadigar qoyub getdiyi bacı qardaşlarının həmişə yanında oluruq, onlara dəstək oluruq. İndi də onların ruhları şad olsun ki, onların da bizlərə qoyub getdiyi hər bir şəhidin bacısı sayılır, Tahirə xanım. Onun körpəsi dünyaya gəldiyinə onların da ruhları şad olur. Allah hər birinə rəhmət eləsin, məkanları cənnət olsun. Tahirə bacıya da gözü dolu versin, atalarını alıp büyüsün. Bir daha Samirə anaya şəhid ailələri adından gözümüz aydın olsun deyirəm. Bütün şəhidlərə
onların yatdığı torpağa mənim canım qurban. Çünki o Hər torpaqda birimizin mənim də canımız balam o yatır. balalara qurban olsun Hamınıza ki, qurban olum. Hər zaman məni tək qoymursunuz. Hər zaman yanımda olduğunuz üçün sizə öz Olmalıyıq. minnətdarlığımı hansı bilmirəm, nə tər deyəm ki, yəni özümü sizə belə Can, biz bir ailəyik. Allah'ım. Biz Bəli, hər biz bir- bir biz ailəyik. bir-birimizin Həmişə də yanında bir-birimizin olmalıyıq. yanında olmalıyıq. Bəli, hamımızın dərdimiz eynidir. Hamımız eyni amalı daşıyırıq. Hər birimizin evladımız şəhiddir. O şəhidlərin ruhlarına hörmət eləmək bizlərin hər birinin borcudur. Onların hər birinin ruhu qarşısında mən baş əyirəm. Bir ana kimi, bir bacı kimi. Allah sizlərə də o körpə ayxanınızı, körpə sərxanınızı gözü dolu versin. Amin Bir daha inşallah. gözümüz aydın olsun. Amin. Buyur Gülü bacı. Təbrik edirəm Samira ana. Gözləriniz aydın olsun. Allah sizi həm Sərxandan, balaca Sərxandan, həm də balaca Ayxandan yaratsın. Amin. Ağıllı, tərbiyəli, savadlı, ölkəsinə, vətəninə xeyirli evlad olsun. Amin. Sərxan adını daşıdığı qəhrəman Sərxanın, Ayxan da dayısının adını uca tutacaq, vətəninə şərəflə layiqli vətəndaş olmağı Allah qismət eləsin. Amin. Sizlərə də Allah ömür versin. Onların hər ikisini böyüdəsiniz. Onların xeyir işlərini görəsiniz inşallah. Allah bundan sonra heç birinizə qəm, kədər, pis gün göstərməsin. Balacaların xeyir işi üçün gərək bu qədər. Amin inşallah. Amin. Çox Çox gözəl dualardır. Mənim canım qurban. Bəli, Allah uğurumuzu da minbutaq eləsin. Amin. Balama da can. Şəhid əmanətidir bizlərə. Bütün şəhidlərin bizlərə olan əmanətlərini Allah pənahında saxlasın. Allah ailələrinə gözü dolu versin. Hər şey. Amin. Bizlərin hər biri o körpə balalara borcluyuq. Onların atalarına borcluyuq. Bacısına Onlara da gözümüz baxırıq. kimi baxmalıyıq. Onların hər dəqiqə yanında olmalıyıq. Can. Allah uğuru Hər da, şeydə uğur kimi atasız kimi qalan gələn. evladların hər birini pənahında saxlasın. Atalarına layiqli evlad olsunlar. Amin. Ailələrinin həmişə üzünü güldürsünlər. Amin inşallah. Amin. Bəli, Tahirə tək deyil. İnşallah bu gündən sonra elə həmin arzulara, həmin dualara qoşuluruq ki, həmişə bu ocağa xeyir işlərə gələk. O balaların xeyir işlərinə gələk. Allah Sərxanımızın da ruhunu şad eləsin. Cümlə Azərbaycan şəhidlərinin ruhu şad olsun.